birindən qurtarırsan, o birisi başlayır. O Əhəd var ha, Akbarcadan. Ondan qurtardıq, dedik, yəni bu alçaq kimə qarşıdır, kim düzgündə heç nə bilmir. Yəni durub Azərbaycanlılara yaltaq adı deyirəm. İndi yaxşı, ondan qurtardıq, ona dedik sözümüzü. İndi bu səfirlər Türkiyədə bizim. O da bu türklərə nə qədərdir? Bu Çilinqaryanlardır, bu Çilinqaroğullardır, bu İmişoğullardır, İbişyanlardır. İndi təzəsi çıxıb bir dənəsi o. Omar Faruk çıxıb. Omar Faruk bilmirəm, ərəbdir, farsdır, ermənidir. Omar Faruk türkün adından danışır. Türkiyə qalxmır. Azərbaycanlar satqındır, Azərbaycanlar növbət verir. Qazada öldürürlər. Bu nə işdir? Yahudilər öldürürlər. Ay bədbəxt. Yahudi kimi öldürür? Sənin düşmanını öldürür da, hansı ki erməni ilə bir də Xocalda törədir. O Fələstinlər bu bir. Türklər, siz çox Yahudi deməyin. Yahudi axırı başlayacaq sizlə problemlərə. Ona görə deməyin. Yahudi pis olsa, mən deyirəm, başlayın. Satsa türkü vura bilərsiniz. Vuruşun. Mən razı, elə bir vuruşan mən olacam. Narahat olmayın. Mənim də vuruşmağımı bilirsiniz də necədir. Yəni yerində hər şey eləyirəm. Bu alçaq ərəbdən dönmə. Belə görmədim ki, heç olmasa bir dənə desin ki, Mahmud Abbas bir Türkiyədən heç olmasa üzr istəyəydi. Fələstinlər bir üzr istəyəydi. Niyə bayraqlarında Türkün başları var, o simvolda, Fələstin bayrağında 15 min Türkün başı göstərir. Niyə Mahmud Abbas bir üzr istəmir ki, mən gedib dünyada hamıya, Türklərə terrorist deyirəm, bandit deyirəm. Bir üzr istəyəydi lap Yahudilərdən də, bağışlayın da, heç olmasa biz Fələstinlər getdik, günahsız qızların başını kəsdik, qızlarını, ərlərinin qabağında arvadlarını biabır elədik. Yəni bunları bir, heç olmasa bir üzr istəsin də, bu Omar Xayam Farukdur, nədir Omar? Bu Omar Faruk. Atkuda o deyir, hardan bu təxribatçıları, ay Türklər, yetişdirirsiniz İstanbulda? Ona görə deyirəm, bax bu arvadlar ki alırsınız ha. Başa düşürəm, erməni qadınları, yəni erməni qadınları dünyada birincidirlər, çempiondular. Masajdan çempiondur. Yəni erməni qadını arvadları, onlar elə bir insanı, elə bir hala gətirir, elə bir masaj eləyir. O deyir, sizin o canınızın şirəsini sorub çıxardır. Və olursan, 50 yaşındasan, olursan 15 yaşında uşaq. Bax, bunun qabağında Atilla da dayanamayıb. Erməni qadını öldürüb. Yəni, elə o ermənilər qadınları, yəni Fransa, İngilisdir, Almandır, Türk, Ərəb, dünyanın Latin Amerikası, Çin, yəni bilirsiniz, heç bir qadın erməni qadınla rəqib ola bilməz. Rəqib ola bilməz, ha, ona görə deyirəm. Yəni bu, ona görə bu Azərbaycanda da və Türkiyədə də və Turanda, Özbəkistanda çoxsunun sevgililəri ermənilərdirlər, arvadları demirəm. Yəni onun arvadlarından uşaq olan da Türkün başını kəsən birinci olardılar. Yadınızdan çıxarmayın. Erməni qadından uşaq olan bir ki o ölkənizi dağıdacaq. Onu mən deyirəm, demirəm, ha, erməni mənə nəsə eləyir. Camaat Türklər elə bilər ki, Oqtaya o qədər ermənilər pislik edib ki, erməniləri bütün günü belə qələmə bilir. Yəqin ermənilər bunu nə bilim, nə günə salıblar. Ay kişi.
ermənilər məni nə günə salsalar, kişi kimi çıxarlar ekrana. O deyirəm, 1950-ci illərdən ermənilər gəlib, köçüb, ruslar köçürdü 1950-yəcən o ermənilər İrəvanda çıxsınlar, desinlər, Oktay nağıl danışır. Oktay kimdir? Oktay məsələ həll edirdi. Nərimandır, Əlidir, Miroşdur, Kamaldır, Kərimdir, Tofiqdir, Sabirdir, adlarını hansını çəkim? Hamısı bunlar İrəvanı ermənilər gəlib, deyərdilər, problemimiz var da həllə. Bax, belə oldu, elə deyil. 69-a, 70-əcən, yəni ermənilərin məsələlərini həll edirdi türklər. O sonra 65-dən o soyqırım, ruslar ki, soyqırım onlara düzəltdi, elədi. Yəni ruslar deyir ki, biz o soyqırımı düşünmüşük, fikirləşmişik, türkə zərbə, yəni soyqırım olmuyor. Ona görə o vaxtdan ki, elə bir şey olanda türklərə qarşı ruslar onlara dəstək oldu, yavaş-yavaş təmizləyirdilər. Yalanlar Moskva var, belə elə milli məsələ yox. Ermənilərə dəstək oldular, arxa oldular, Azərbaycanları öldürürdülər arxadan. Ona görə bax, belə Azərbaycanları məhv edirdilər. Yəni, bu erməni qadınından deyirəm ki, o mənim o dostlar Haqovdur, Aşotdur, Arturdur. Deyə bilərlər ki, Oktay kimdir, nəkidir və türklər kim olub, nə ki olub, Oktaya heç nə eləməyiblər. Birinci Tanrı üstəmiyib. Birinci mən devil dəyildim, nə bilim, dinozavr dəyildim ki, xeyr. 160 boyum olub, 50 kilo çəkim olub, amma erməni qabağıma çıxa bilmirdi. Belə olub, yəni Tanrı belə olub. Tanrı istəməyib də, istəyib mən həmişə yuxarıda olam ermənidən. Vəssalam, belə də olub. Və Avropada da olanda Tanrı məsləhət bildi. Mən Avropalılar, istər fransız alimidir, istər ingilis alimidir, istər kim olur olsun, onun ziyalısıdır, Norveçdir, Almandır, qabağında yox, Tanrı elə bir verdi məktəb ki, qabağında danışa da bilmədilər. Mən demirəm, hər şeyi bilirəm, aliməm. Hamıdan qırmızı diplomların qabağına çıxan adam, qırmızı diplomum yoxdur, heç bir diplom da yoxdur yeri gəlsə. Heç bir dənə də kitab oxumadım, Tanrı istəmir, Tanrı özü veribdir mənə nə lazımdır. Və Avropada hamısını oturdum yerinə. Hələ dərs keçdim, hələ də onların qanun qaydalarını dedim dəyişin. Və barışdılar, amma paxıllıqdan axı necə? Ona görə yəni Tanrı ki verdi. Tanrı sabah mənə məhv eləsə sabah mən olmaya bilərəm. O götürəcək məni, aparacaq. Vəssalam. Cəhənnəmə atacaq. Gör, nə bilim, gəbərdib eləyəcək. Məsəl üçün. Yəni eləsə özü bilər, öldürər, asar. Amma o gücü, o ağılı veribsə, mən çıxa bilmişəm və Azərbaycanın Türk dünyasını bütün dünyaya türkü göstərmişəm, türk necə olar. Və türk həmişə nümunə olmalıdır. Və onu sübut eləmişəm, ayrı variant yoxdur. İnciyirsiniz, xoşunuza gələn-gəlməyə. Ona görə deyəm, türklər ayılın. Siz nümunəvi xalqsınız, gedib ərəbin qanun qaydasına giribsiniz. Onların qanun qaydasını götürürsünüz, onların o əməllərini edirsən, dəlisiniz. Allah Tanrı verib də. Verib də, ay səfih türk. Verib Bibliyadır, Qurandır, Toradır, bax buradadır. Xristianlıqda, o da, müsəlmançılıqda də düşürlər. Gedib yazıq qoyun durubdur, qoyunun başını kəsir, bayram edir. Meymunçuluğu qoyun qırağa. Bir dəfə Tanrı dedi ki, onu verirəm o qoyunu. Yəni, insan insanı öldürməsin də. Bilir ki, özü yaratdığı düz məxluq olmadı. Ona görə bəli, o deməkdir ki, o güdəşən rüyası qoyundur da, get krokodili öldür, şiri öldür da. Niyə bu yazıq qoyun, neyib sənə? Fağır özdə girir. Onunla oynayarlar, deyərlər. Düz mən də yeyirəm, mən də ləzzətli, kabab yaxşıdır,
qoyun. İndi biz vəhşi, neyniyək? Erməni vəhşidir, fransız vəhşidir, o vəhşidir. Ona da donuz verdi də, ermənidir, fransızdır, ingilisdir. Hamı vəhşiləşib. Donuzu öldürür, yeyir. Niyə yeyir? Ona görə Tanrı bilir ki, bu vəhşi bir insan. İnsanı yeyə bilər. Fransız fransuzu yeyər, erməni erməni yeyər, nə bilim, ingilis ingilisi yeyər. Ona görə donuzu verdi ki, donuzu yeyin. Vəhşidir də. Heç olmasa donuzu yeyir. O demək deyil ki, donuzu yazır. İndi qoyunu da verdi də, dedi ki, yəni insan insanı yeməsin. O demək deyil ki, yazıq qoyunlar. Nəysə, türklər bu qanun qaydanı, hər şey buradadır bütün. Gedib elə oxumaqla deyil, insan olmaq lazımdır, əsas insan. Ona görə deyirəm, bax bu xəbərdarlıq, Yahudilər də o gedib erməni ilə, Ukrayna dostluq edirsiniz, sabah hamınız mənim üçün düşman olacaqsınız. Ukrayna da yanımızdadır, yəni hamı bilir ki, Ukrayna ümumi düşmanla vuruşur. Yahudi də ümumi düşmanla vuruşur da, Türkün düşmanı ilə vuruşur. Bax bu qədər. Ona görə deyirəm, bax bu gün siz türklər elə bil ki, Fələstinə dəstək olanda siz Asalıya dəstək olursunuz. Siz PKK-ya dəstək olursunuz. Siz Hezbollah'a dəstək olursunuz. Bax bu qədər. Yəni siz gedib ərəbə dəstək olanda bilin ki, Erməniyə soyqırımı dəstək olursunuz. Ərəbin soyqırımına dəstək olursunuz. Əl çəkin, ay kişi. Bu Omar Faruqdur, nədir? Bunları yığışdırın, türklər. Ayılın, ayılın. Teşekkür, gecdə.